Salam əziz izləyicilər, mən Məryəm, hamınızı salamlayıram. 2025-ci ildə ilk öncə Koç bürcündən başlayaq. Koç bürcü yaşadığınız illər ərzində heç də xoş olmayan hadisələr başınıza gəldi və bu il sizin üçün ilin yarısı artıq gedib. Yarısını necə yola verəcəksiniz? Bu ay, iyun ayı sizin üçün necə gəlir? Baxa, Koç bürcü çoxlu əlinizə fürsətlər düşüb, fürsətləri yararlandıra bilməmisiniz. Daha doğrusu yararlanmağa qoymayıblar, işinizə əngəl olublar, işlərinizdə dolaşıqlıqlar, parasızlıq, borclar, bütün həyatınız sıxıntıda. Yəni heç də xoş olmayan şeylər yaşamısınız, amma sizə bir şad xəbərim var ki, ümid işığı doğacaq. Bir bəy vasitəsilə yollarınız açılacaq, elədiyiniz yaxşılıqlar qabağınıza çıxacaq. Nəhayət ki, 2025-ci ili iyun ayından artıq iyunun axırından başlayacaq işləriniz düzəlməyə. Sizə kimsə nə pisliksə eləyibsə, onlar hamısı öz cəzalarını çəkəcək.